Diaqramda birinci və ikinci torbalarda olan sarı və qırmızı kürəciklərin sayı verilmişdir. Hər torbadan eyni anda bir kürəcik götürüldükdə onların eyni rəngli kürəciklər olması hadisəsinin ehtimalını tapın. Torbalardakı kürəciklərin sayına baxaq. 2 dənə sarıdır burada, 8 dənə qırmızı və 11 dənə sarı və 9 dənə də qırmızı. Əgər biz istəyiriksə kürəciklərin rəngi eyni olsun, birinci torbadan İlk çıxardığımız sarı olacaqsa, yəni onda 2 bunun ehtimalıdır. İkincidən də yenə sarı çıxacaqsa, ikincidə 20, 11 üstəgəl 9, 20 dənə kürəcik var. 20-dən 11-i sarı olandır. İkinci halda isə birinci torbadan sarı əvəzinə qırmızını çıxartmış olsaq, yəni onda 8 vurulsun. İkincidən də qırmızını çıxarsaq, deməli 20-də 9 olmalıdır. İxtisarlarımızı aparsaq sadəcə 20'ləri 12'ye bölsək, burada 1, burada 10, 2'ye bölsək, burada 10, burada 4. Deməli alarıq %11 üstə gələnsin %4 vur 9, 36 bərabərdir %47. 0,47.